Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi, Allah bu kəndi ölümündən sonra necə dirildəcək? Allah onu öldürüb 100 il saxladı. Sonra da dirildib dedi, nə qədər qaldın? O dedi, bir gün yaxud bir gündən də az qaldım. Allah dedi, əksinə, sən 100 il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzun qulağına da bax. Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax. Gör biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük. Ona həqiqət bəlli olduqda, mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir, dedi.